Ağdam rayonunun Başqərvənd kəndindəyik. Kadrlardan da göründüyü kimi kənddə geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Qeyd edim ki, bu kənd çox böyük kənddir və ümumilikdə 479 hektardan artıq ərazidə layihələndirilib və kənddə ümumilikdə 1245 fərdi yaşayış evinin, 2 məktəb binasının və 4 bağçanın tikintisi də həyata keçiriləcək. Qeyd edim ki, bu kənddə 2 mərhələdə tikilir. Birinci mərhələdə 202 hektar ərazi ayrılıb və həmin ərazidə söküntü və şaquli planlaşdırma işləri artıq başa çatdırılıb. Hazırda kənddə 851 fərdi yaşayış evinin tikintisi həyata keçirilir. O evlərdən 170-i 2 otaqlı, 417-si 3 otaqlı, 145-i 4 otaqlı, 119 isə 5 otaqlıdır. Kənddə inzibati bina tibb məntəqəsi də olacaq. Paralel olaraq su, kanalizasiya, yağış suları sisteminin, qaz, elektrik, rabitə xəttlərinin tikintisi də planlaşdırılıb. Hazırda 430 evin bünövrə çalası qazılıb, onlardan 237-sinin beton hazırlıq qatı verilib, 136 evdə lentvari bünövrə qatı tökülüb, 82 evin isə kürçü mərtəbəsində hörgü işləri tamamlanıb. Paralel olaraq kənddə daxili yolların tikintisi də həyata keçirilir. Ümumilikdə birinci mərhələdə kənddə 47 kilometrdən artıq daxili yolun tikintisi aparılacaq ki, onun da 27 kilometrdən artığında qazıntı işləri tamamlanıb. İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinç və qürur hissi keçirdiklərini bildirirlər. Onlardan biri Alı Cəfərov doğma kəndinin tikintisində çalışmağı sevincini bölüşüb. Ağdamdan da var, Laçından da var, Kəlbəcərdən də var. Burada qaşqındır çoxu. Hamısı da gəlib burada işləyir. Hamısı da yaxşı qürurla işləyir. Allah qollarına qüdrət versin, canlarını sağ eləsin. Tezliklə qayıdaq bu elimizə, obamıza.